Deməli, birinci test 3-də, birinci testə baxaq. Ən yaxşısı uşaqlar necə saysın? Sıra-sıra. Bax, fiqur bu ön hissədəndir, bu arxa hissədəndir. Bax, bu sırada 1, 2, 3, 4, 5. Burada da 1, 2, 3, 4, 5. Bunun altında da 1, 2, 3, 4, 5, 1, 2, 3, 4. Hamısını 5 kimi götürürəm. 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. Bu şəkildə onda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11'i vurduq 5'ə. 11 vur 5, 55. Belə saydım, amma şəkili çevirəndə görürəm ki, burada 1, 2, 3, 4, 5, 6 boşluq var. Ona görə 11 vur 5 yazmışdıq. Düzdürmü? Sıra 11 vur 5. Hansı oldu 11 vur 5? Bax, yeni deyirəm, sıra 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Fiquru çevirəndə görürəm ki, bu yaşıl hissədə 1, 2, 3, 4, 5, 6 yer boşdur. Ona görə oraya yazıram çıx 6. Daha sonra 1, bax bu 1. 2, 3, 4, bunun altında da var axı. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Üstünə də əlavə edirəm. 16, 55. 55-dən 6 çıxsaq 49. 49-un üstü 16. Bu da bizə verir 65, yəni C variantı.